nə gözəl səslənir bu sehirli söz. Sənin bir yaşın olanda o səni yedizdirirdi və artıqlarını yığışdırırdı. Bunun qarşılığı olaraq təşəkkür etməkdənsə, sən ağlayırdın bütün gecəni. Ana, nə gözəl səslənir bu sehirli söz. Sənin 2 yaşın olanda o sənə gəzməyə öyrədirdi. Bunun qarşılığı olaraq təşəkkür etməkdənsə, sən qaçırdı o səni çağıranda. Sənin 3 yaşın olanda o sənin üçün dadlı yeməklər hazırlayırdı. Bunun qarşılığı olaraq təşəkkür etməkdənsə, sən qabları yerə atırdın. Sənin 4 yaşın olanda o sənə qələm verirdi ki, rəsm çəkməyi öyrənəsən. Bunun qarşılığı olaraq təşəkkür etməkdənsə, bütün divarları yazırdın. Sənin 5 yaşın olanda o səni gözəl paltarlarla geyindirirdi. Bunun qarşılığı olaraq təşəkkür etməkdənsə, sən evə paltarı bulaşdırıb gəlirdin. Sənin 6 yaşın olanda o səni məktəbə yazdırdı. Bunun qarşılığı olaraq təşəkkür etməkdənsə, qışqırırdın ki, dərsə getmək istəmirsən. Sənin 10 yaşın olanda o səni məktəbdən gəlib ona necə sarılıb qucaqlayacağını gözləyirdi. Bunun qarşılığı olaraq təşəkkür etməkdənsə, sən öz otağına qaçırdın. Ana, nə gözəl səslənir bu sehirli söz. Sənin 18 yaşın olanda o sənin buraxılış günündə ağlayırdı. Bunun qarşılığı olaraq təşəkkür etməkdənsə, sən xahiş etdin ki, sənə maşın alsın. Sənin 20 yaşın olanda o səndən xahiş etdi ki, ailənlə qalasan. Bunun qarşılığı olaraq təşəkkür etməkdənsə, sən bütün vaxtını dostlarınla keçirirdin. Ana, nə gözəl səslənir bu sehirli söz. Sən 25 yaşın olanda o sənin toy xərclərini qarşılayırdı. Bunun qarşılığı olaraq təşəkkür etməkdənsə, sən ondan bacardığın qədər uzaq olub, öz həyat yoldaşınla yaşayırdın. Sənin 30 yaşın olanda o, sənə uşaqlarınla necə davranacağın haqqında nəsihət verirdi. Bunun qarşılığı olaraq təşəkkür etməkdənsə, sən ona, mənim şəxsi həyatıma qarışma deyirdin. Sənin 35 yaşın olanda o, sənə zəng elədi və narahat dəvət etdi. Bunun qarşılığı olaraq təşəkkür etməkdənsə, sən dedin ki, mənim zamanım və gəlmək imkanım yoxdur dedin. Ana, nə gözəl səslənir bu sehirli söz. Sənin 40 yaşın olanda o sənə zəng elədi və oğul, xəstəyəm, köməyə ehtiyacım var dedi. Bunun qarşılığı olaraq təşəkkür etməkdənsə, sən dedin, valideynlərin problemləri hər zaman övladlarına keçir. Ana, nə gözəl səslənir bu sehirli söz. Bir gün sənin anan bu dünyanı tərk edəcək. Həmən an onun ürəyində sənə qarşı olan sevgisi itməyəcək. O gedəcək və cənnətin qapılarından biri sənin üzünə bağlanacaq. Əgər sənin anan hələ də sağdırsa, onu tək buraxma. Unutma onu. Gücün çatdığı qədər hər şey elə onun üçün. Onun xoşbəxt olmağı üçün. Baxmayaraq ki, o sənə nə desə, nə etsə, acıqlansa da. Heç vaxt ona qəzəblənmə. Heç vaxt elə söz demə ki, onun sevən ürəyini qırmayasan. Sənin yalnız bir anan var.